Bakıxanovda o belə bir binada, Leningrad layihəli binada kirayə mənzilimiz çıxıbdı. 252 məktəbin yanıdır. Bax, o tərəf göstərdim. Bax, yolun binanın başı 252 məktəb. Yerləşmə yeri yaxşıdır. Çox otaqlı, indi mənzilin içində göstərəcəm. Bax. Bakıxanovda Arzu Şadlıq Sarayına yaxın, elə düz Arzu Şadlıq Sarayının arxa tərəfində 3 otaqlı kirayə mənzilimiz çıxıbdı. Əşyalı vəziyyətdə kirayə verilir. Leningrad proyektidir. Evdə demək olar ki, əşyaların hamısı var. Bax, otağın biri budur. Buradan da balkona çıxışı var. Yəni balkonu da var buradan. Görsədim. Bax. Bu ikinci otağımız. Gördünüz. İstilik hökumətində. Bu da üçüncü otağımız. Düz əşyalar təzə əşyalar deyil, amma onu belə götürsən əşyalıdır ev. O tərəfdə də balkonu var. Gedək bir dənə də hamam tualet kuxundan görsədim. Sanzelin işıq xarab olub deyə qaranlıqda oranı çəkməyəcəm. Bu da kuxunamız. Buradan da yeni balkon qatılıb evə. Qiymət şərhlərdə yazıldı. Plaşatkasıdır. Bax, teras parkdır. 252 məktəbdir. O da bax, məktəb. Size yaxınlaşdırım, məktəbi də göstərdim sizə. Görsə, ora 252 məktəb. 252 binanın arasından görünür məktəbin binası.